Uzun müddətdən sonra yenə danışmalı olduğumu düşündüyüm bir mövzu ilə gəldim. Bugün Ray'in This Music May Contain Hope adlı yeni albomunu müzakirə edəcəyik. Eyni zamanda müstəqil sənətçilər mövzusuna da toxunacağıq. Hazırda prime dövrünü yaşayan sənətçi bu yerə musiqi şirkətinin onun önünə çəkdiyi hasarları aşaraq gəlib. Onun illərdir ki, önündə dayanan hasarlar bugün yazdığı motivasiya dolu sözlərin təməlində dayanır. Ray bir çoxlarımız You Don't Know Me mahnısı ilə tanımışıq. Bu mahnı yayımlananda, yəni 2016-cı ildə Ray Polydor Records musiqi şirkətinin tərkibində idi. 2014-cü ildə ilk EP-sini SoundCloud-a yükləməklə diqqət çəkən Ray bundan bir il sonra həmin şirkətlə müqavilə bağlamışdı. 2021-ci ilə qədər həmin labelin tərkibində qalan sənətçi bütün bu illər ərzində bir çox uğura imza atdı. Hitlər çıxardı, Beyoncé, Little Mix, Charli XCX, Quavo, Ellie Goulding, Jennifer Lopez kimi sənətçilərlə əməkdaşlıq edərək söz yazarı kimi iştirak etdi. Yəni üzdə hər şey yaxşı idi. Ray bir sənətçi kimi xoşbəxt görünürdü. Ta ki 2021-ci ildə yaradıcılığının arxa planını Twitterda etiraf edənə qədər. Atdığı tweetlərdə Ray musiqi şirkəti tərəfindən məhdudlaşdırıldığını etiraf edərək illərdir ki albom işlədiyini, lakin şirkətin onu yayımlamağa icazə vermədiyindən uzatdığından bəhs etdi. Onların istədiyi hər şeyi etdim. Həftənin hər günü gecə-gündüz işlədim. Hitlər verdim. 4 albomluq müqavilə imzalamışdıq, amma heç birini belə çıxara bilmirəm. Sadəcə artıq albom çıxaracaq qədər yaxşı olduğumun təsdiqlənməsini gözləyirəm. Göz yaşlarımı gizlətməkdə artıq ekspert olmuşam, amma artıq susmayacağam. İstədiyim tək şey albomu çıxarmaqdır. Bu, böyük və reputasiyası kifayət qədər yaxşı olan musiqi şirkətlərinin shelving, yəni uzatma, rəfdə saxlama strategiyasıdır. Bəs şirkətlər bunu niyə edir? Niyə sənətçilərə özləri olma imkanı verilmir? Bunun bir neçə əsas səbəbi ola bilər. Bunlardan birincisi sənətçinin icra etdiyi və icra etmək istədiyi janra şirkətin inamsızlığıdır. Ray'in yaradıcılığının ilk illərində o R&B janrını icra edirdi. Daha sonra şirkət bu janrı daha sürətli yayılan janrlara dəyişdi. Bilirsiniz ki, 2014-2017-ci illərdə elektron rəqs musiqisi, pop və house janrları aparıcı idi. Ray bu janrları icra etmək istəmədiyi halda şirkət onu bunlara məcbur etdi. Yəni şirkətlər sənətçinin öz hekayəsini danışa biləcəyi janrlardan çox tutma ehtimalı yüksək olan işlərə üstünlük verir. İkinci səbəb şirkət rəhbərliyinin dəyişməsidir. Hansı ki Ray də bu halla qarşılaşıb. Onun müqavilə bağladığı rəhbərlik 2016-cı ildə şirkətdən ayrılıb və bundan sonra Ray şirkət üçün daha az öncəlik olmağa başlayıb. Üçüncü səbəb isə şirkətin puluna qənaət etmək istəməsidir. Normalda çıxan hər bir albom üçün PR strategiyalar qurulur və bunlar onun satışına, yayılmasına, haqqında danışılmasına səbəb olur. Əgər şirkət rəhbərliyi albomun tutmayacağına dair bir hissə qapılarsa, onun üçün təbii olaraq heç bir büdcə ayırmaq istəmir. Bütün bunlar sadəcə tək bir səbəbə, yəni maddi qazanca fokuslanan səbəblərdir. Belə bir halda sənətçi sadəcə çox pul qazanmaq üçün istifadə olunan bir vasitəyə çevrilir və onun yaradıcılığını azad şəkildə ifadə etmə haqqı əlindən alınır. Şirkətlərlə bağlanılan bu müqavilələr daha çox şirkətlərin xeyrinə olur. Məsələn, sənətçi üzərində yaradıcı nəzarət, müqavilənin müddətinin tək tərəfli uzadılması kimi maddələr sənətçini məhdudlaşdırır və ondan maksimum fayda almağı hədəfləyir. Şirkətlərin yaratdığı bu məhdudlaşdırıcı sistem sənətçilərdən ən böyük gücünü, yəni yaradıcı azadlığı əlindən aldığı üçün son zamanlarda indie artist, yəni müstəqil sənətçi anlayışını daha tez-tez eşitməyə başlamışıq. Müstəqil sənətçi böyük şirkətlərlə işləyən sənətçilərdən fərqli olaraq öz mahnılarının masterinə, yəni müəllif hüququna sahib olur. Digər tərəfdən yaradıcılığına sərbəst şəkildə davam edir, heç bir tərəfdən təzyiq hiss etmir. Ray 2022-ci ildə distributor şirkətlərindən biri olan Human Resources ilə razılaşdı və bir il sonra My 21st Century Blues albomunu nəhayət ki yayımladı. Bu albom ona düz 6 Brit mükafatı və 4 Grammy namizədliyi gətirdi. Albomdan Escapism mahnısını isə eşitməyən yoxdur deyə düşünürəm. Bugün isə biz This Music May Contain Hope adlı ikinci albomdan danışırıq. Əvvəlcə başlayaq albomun konseptual olmasından. Konseptual albomlarda mahnılar hamısı birlikdə bir hekayənin parçası olur. Sanki bir mövzu mahnılara bölünür. Belə albomlara Kendrick Lamar albomlarını misal göstərə bilərik. Ray'in bu albomu isə ümid mövzusu üzərində dayanır. Adından da bəlli olduğu kimi özündə ümid ehtiva edir. Bu mahnılar 4 fəsli təmsil edir. Təbii ki, onlar fərqli janrlardadır və aid olduğu fəslin elementlərini özündə daşıyır. Mahnıların adlarını da oxuyarkən payızdan yaya doğru ümidin artdığını görürük. Ray I Will Overcome, yəni üstəsindən gələcəm cümləsi ilə başlayan albomu Happy Times Ahead, yəni xoşbəxt günlər qarşıdadır cümləsi ilə bitirir. Beləliklə konseptin strukturu tamamlanmış olur. Ray bu albomla bağlı hər zaman deyirəm ki, musiqi dərmandır. Düşünürəm ki, indi bu
dərmanı özüm üçün hazırlayıram və dünya ilə paylaşa bilərəm. İstədim ki, ehtiyacı olanlar üçün bir qucaqlama, bir yer yaradım ifadələrini işlədir. Bəs Ray niyə özünə dərman hazırlayır? Təbii ki, musiqi şirkətinin onun üzərində buraxdığı yara izlərini silmək üçün. 2020-lərə qədər əyləncəli və yüngül pop mahnıları oxumağa məcbur edilən sənətçi bu yaradıcılıq blokunun ağırlığını kifayət qədər hiss edirdi. Bu ağırlıq elə bir nöqtəyə çatdı ki, o alkoqol və narkotik asıllığından əziyyət çəkməyə başladı. Bu asıllıq 2020-2021-ci illərdə pik nöqtəsinə çatdı və Ray'in etiraflarla dolu Twitter açıqlamalarını gətirib çıxardı. Bu açıqlamalar kütlə tərəfindən kifayət qədər dəstək gördü və Ray'in bugün müstəqil sənətçi olaraq fəaliyyət göstərməsinin başlanğıcını qoydu. Asılılıqlar, sıxışıb qalmaq, çarəsizlik, musiqi sənayesindəki ədalətsizliklər kimi mövzulara Ray artıq tez-tez toxunmağa başladı. Bunu həm ilk albomunda, xüsusilə Hard Out Here trackində, eyni zamanda yeni albomda da eşidə bilərsiniz. Ray'in albomda hisslərini ifadə etməkdən çəkinməyən, onları qəbullanan həm də sevgiyə inanan bir obrazı var. Bu obraz həm keçmişdə onun qəlbini qıranlara, həm də onu bloklayıb, eyni zamanda gücləndirən insanlara səslənir. Ray'i dinləməyi hamıya, xüsusilə də qadınlara tövsiyə edərdim. Çünki həyatın hər anında apardığımız mübarizələr bizi ümidsizliyə sürükləsə də, Ray və onun musiqisi bizə halımızdan anlayan birilərinin olduğunu göstərir. Albomun digər diqqət çəkən detalı dünya şöhrətli bəstəkar Hans Zimmer'la əməkdaşlığı oldu. Hans Zimmer və Ray Planet Earth sənədli filminin 3-cü buraxılışı üçün bir araya gəlmişdilər. Bundan sonra BBC radioya qonaq olan Ray Hans Zimmer'la danışmaq istədiyini, amma qorxduğunu dedikdən sonra elə həmin yayımda Hans Zimmer'la telefonla danışır və daha sonra bu danışıq əməkdaşlığa çevrilir. Click Clack Symphony adlanan bu əməkdaşlıq albomdan single olaraq yayımlandı. Evdə scroll edən, depressiv hisslərlə boğuşan Ray öz dostlarını köməyə çağırır və onlardan güc alır. Ray'in albomunun digər bir diqqətə layiq hissəsi də Amy Winehouse-la bağlı detal oldu. Ray yeni tərzinə qovuşduqdan sonra çoxları onu Amy ilə müqayisə etməyə başladı. Hansı ki, həm səs rəngi, həm də xarici görünüş etibarilə oxşuyurdular. Amma bu müqayisələr heç də xoş yöndə deyildi. İnsanlar Ray'in özünü Amy'yə oxşatmağa çalışdığını deyir, onu şiirindən alınmış Amy Winehouse adlandırırdılar. Ray də I Will Overcome mahnısında bu sözlərə cavab verərək deyir: "Gülməlidir. Bəziləri mənim onlara Amy'ni xatırlatdığımı deyirlər, amma dilinizdəki oxlar ona işgəncə etdiklərinizlə eynidir." Hər iki sənətçi oxşar janr və sənətçilərdən qidalansalar da, yaradıcılıq yolları tamamilə fərqli istiqamətlərə gedib. Ray'in yeni albomu həm müstəqil sənətçilərin gücünü, həm istismar olunan, amma yenə də mübarizə aparan qadınların manifestini, həm də fərqli janrların sintezini ortaya qoyan, vokal bacarıqlarını əks etdirən, güclü musiqi backgroundunu ortaya qoyan bir albom oldu. Albomu dərindən anlamaq üçün sözləri ilə birlikdə dinləməyi unutmayın. Bugün yenə sizi bacardığım qədər məlumatlandırmağa çalışdım. Videonu bəyənməyi, dostlarınızla paylaşmağı və sosial media hesablarımdan məni izləməyi yaddan çıxarmayın.